Herkese salam dostlar. Bugün deməli nə çəkirik? Səbətin kadınkadan idarə olunması. Deməli, bu knopka bizim start stopumuzdur, belə deyək. Xodladıq. Hal-hazırda Stella göydədir. Bu bizim kuru fırlayandır. Fırladır. Məqsəd nədir? Məqsəd Stellanı öz pastavkasını alışdırmaq. Bu nokta isə səbəti Karzinkanı fırlayandır. Bu risatını endirəndir. Baxın, Stella yenir anlardır. Evet, Stellanı yığıp bu uzak Karzinkanın başına yandı. Kablo uzaktandı. Bizim signaldı. Fenerdi. Nefesinde burada fener var. Görürsünüz o yanıdan hazırda. Gösterim. Gündüz yine zayıf yanan kimi görsəniz, amma normaldir. İşıq salır. Heç nə. Söndürdük. Bu avarəndə rejimdir. Deyək ki, səbətdə texniki problem olanda, işləməyəndə, kodlanmayanda bundan ancaq bir dəfə, yəni yendirə bilərsiniz. Ta ki, akkumulyator çox ölməmək şərtində. Çünki keraz akkumulyatorla işləyir. Belə. Başqa qaranlıq qalan burada nə var sizin üçün? Burada heç nə. Burada həmişə hündürlük, Stellanın neçə metrə çıxıyor, bir də bucaq. İndi yenə qaldırır. Həmişə də qaldıranda birinci Stellanı yığırıq. Ondan sonra qaldırır. Çünki elə kromoy qaldıranda onun aqruskada ziyandır. Araşozumuzu götürürük ki, biz harada işləyəcəyik, ona uyğun da Karzinkanı fırlayırıq. Bax, fırlayan bakı, bu Stellanı qaldırandır, bir barmağım burada, görürsünüz. Yəni, bununla da bir də fırlayıram. Aha, budur. Yine kuruku fırlayıram, kuruku fırlayanda bax budur. Belə. Aha. YouTube'da özünüzə baxarsınız. YouTube'da özünüzə baxarsınız.
Allah. Hə? Necə? TikTok. Həmişə də ustanın riglovkasına belə deyək də işarəsində diqqət edin. Görürsünüz? Aşağı, yəni deyək ki, aşağı ver. Evet, normal. Bu qədər. Sonra yenə söndürürük. Hələlik işimiz bu. Sonra burada ayaqlarını saxladı. Bir belki video vlogda da bunları göstereceğim size. Bu necə işləyir, necə açılır. Sonra burada bizim belediyendən massa pulsatelimizdir. Belə. Mesela bu muzgini özüm düzeltmişim. Muzgini özüm düzeltmişim. Düz içeride de vardı. Sadece bak her defa yukarı aşağı düşmeyen derdinden. Özüm elə bir tanesini koymuşam. Təxmini ona baxıb muzginə qoyuram. Belə. Başqa da. Bu ayakları həmişə yağlamaq lazımdır. Düzdür, mən yağlamamışam. Bu aşağıları yağlanmalıdır mütləq. Dördü də. Strella yağlanmalıdır. İnşallah bu gün gedirəm Bakıya, qaraja. Bir növü qarajımızda səbəti Texsmartdan göstərəcək. Hər bir şey, nə işləyik, nə işləmiş. O tüydə çünki arada lazımdır. Belə dostlar, növbəti video vlogda görüşər inşallah. Hələlik bu qədər. Oldu dostlar. Sağ olun. Növbəti görüşlərdə.